Salahov Yaşar. Dünyasını dəyişən qardaşın xalası oğluyam. Arisdir. Əlhəsənov Aris Əfqanoğlu. Dünən çimərliyə gedərkən orada qardaşı oğlu dənizdə batdığını hiss eləyib, əmsini çağırıb. Əmsi də üzə-üzə, yəni onu xilas eləmək üçün yaxınlaşıb, ayağı uçuruma düşüb, dünyasını dəyişiblər ikisi də. Birini dünən tapmışıq, əmsin. Bugün saat 5 radələrində də uşağı gedib çıxartıb yətmiş. Hadisəni dediyimiz kimi xırda öz uşaqlarını aparmışdı, o həmən o 5 yaşlıların. Elə tez-tez evdən əlaqə saxlayırdılar ki, uşaqlarla əlaqə saxlasınlar. Uşaq telefona cavab verdi ki, bir nəfər boğulur, ata onu xilas eləyir. Sonra məlum oldu ki, ata özü imiş. 3 uşaq olub, ikisi yəni 5 yaşlı, biri 3 yaşlı idi, biri 5 yaşlı. Biri də bildiyimiz kimi 14 yaşında. Həmən o 14 yaşında olan batıb, onu xilas eləyərkən özü də batıb. Süleyman Otağı, Ağaverdi oğlu. O necə insan idi və hadisə Vallahi oğlan çox gözəl oğlan idi, vallahi çox gözəl insan idi. Heç kim ondan deyə bilməz. Hadisəni biz dönənlər işitdik ki, bunlar dənizə gediblər, dənizdə boğulublar, elə əmi qardaş oğlu da. Ələkbərov Elşən, Sabir oğlu. Dünən qardaşlar mənə zəng elədi, yaxın dostlar. Çünki bu ailə bizə yaxın olub, bizə əziz olub, dostumuz olub Asif də. Həm Aris, dünyasını dəyişən Aris. Dedilər, bəs Arislə Asifin oğlu, yəni Arisin qardaşı oğlu dünyasını dəyişib dənizdə. Çox üzüldük, çox kədərləndi. Yəni bizi üçün də bir dost kimi, bir qardaş kimi, ümumən bir kənd cəmaatı kimi, yəni bu elə bir ailə olub ki, elə bir əziz insanlar olub ki, bu ailə, yəni hər kəs üzülür bu hadisəyə. Mən yəni əziz qardaşımız Asifə Allahdan səbir diləyirəm. Allahdan bolluca səbir diləyirəm. Yəni çox çətindir. Allah özü səbir versin. Asifə və onun bütün yaxınlarına, bütün əzizlərinə, doğmalarına. Yol verin.